Bu dünya qanunlarla idarə olunur. Birinin namusuna baxacaqsansa, namusuna baxacaqlar. Bu qaydadır, qayda. Cazibə qüvvəsi kimi bir şeydir. İndi sən tövbə edirsən ki, dəyiş qaydanı mənə görə. Allah da dəyişir. O ki, zəruri idi, nəticə qaçılmaz idi. O qaçılmaz nəticəni səndən uzaqlaşdırır. Görün, nə baş verir hər dəfə biz tövbə edəndə. Hər dəfə biz bağışlanmaq istəyəndə. Biz bunu başa düşəndə ki, Allah bizim üçün nə edir bizi bağışlamaqla daha çox minnətdar olaraq Allah'a. Biz elə bilirik ki, işdə görmüşük, elə bilirik iş gördük, təsirsiz ötüşür. Maddi dünyada da elə denəndə, denən işdə də gördüm, əlimi apardım, saldım odun içinə. Niyə yandı ki? Bunu görürük, təbii gəlir. Günahdan hiss eləmirik günahın təsirini, elə bilirik bir işdə də elədik, bir sözdə danışdıq. Bağışda da nə olsun ki? Bağışda yəni bunun belə deyək, mənim bədənimə, ruhuma vurduğu həmin o zərbəni, həmin o necə ki, od bədənimi yandırıb, əlim yanıb, indi onu əvvəlki vəziyyətə qaytar. Başa düş ki, bunu istəyirsən Allahdan. Bunu təmənna edirsən Allahdan.